Allah deyir ki, taifətun qad əhəmməthum ənfusuhum. Təəssüf olsun, deyir ki, elə bir tayfa var idi ki, onların içində, Peyğəmbər sahabələrin içində ki, özlərinə yalnız özləri maraqlı idi, Peyğəmbər yox. Əhəmməthum ənfusuhum, danlayır onlar. Və sonra maraqlıdır, Alimran 155-də Allah nöqtəni qoyur. Bilirsiniz niyə bu günlərə qaldınız, qoydunuz Peyğəmbəri, qaçdınız, sizcə nə olar? Alimran 155. Deyir, innəmə istəzəllə şeytan, istəzəlləhumuş şeytan. Şeytan ayaqlarınızı büdrətdi. Niyə? Bir bəzi ma kəsəbu, elədiyiniz günahlara görə. Evində elədiyin günah döyüş meydanında ayağı büdrətir. ŞücaətVə də təsir. Sənin gizlində elədiyin günah səbəb olar ki, imam zamanı qoyub qaçarsan. Sən günaha kiçik baxdın. Allah istəyirsin, sən o adamlardan çıx. Nə baş verib, bu baş verib, onu sənə deyim. Nədir ya Rəbbəl aləmin? Elədiyiniz günahlar səbəb oldu ki, imamınızı Peyğəmbərimə tənha qoydunuz.